İspaniya, Müqəddəs Ailə Kilsəsi. İspaniyanın Barselona şəhərində yerləşən Müqəddəs Ailə Kilsəsi, dünya memarlığının ən qeyri-adi və heyrətamiz abidələrindən biridir. Bu kilsə yalnız dini bir bina deyil, həm də insan təxəyyülünün və təbiətin qovuşduğu unikal sənət əsəridir. Tikintisinə 1882-ci ildə başlanılmış və bugün də davam edən bu məbəd 140 ildən artıqdır ki, Barselona səmalarını bəzəyir. Kilsənin yaradılması ideyası 1872-ci ildə yerli kitab satıcısı və xeyriyyətçi Josep Maria Bocabella tərəfindən irəli sürülüb. O, Barselonada xristianlığı gücləndirmək məqsədi ilə iyanələr hesabına yeni bir məbəd tikdirmək istəyirdi. İlk memar Francisco de Paula del Villar neogotik üslubda layihə hazırlamışdı. Lakin 1883-cü ildə Villar layihədən imtina edəndən sonra iş gənc memar Antoni Gaudiyə həvalə olunub. Gaudi kilsəni tamamilə yenidən dizayn edərək onu özünəməxsus tərzdə inkişaf etdirdi. O, təbiəti əsas götürərək sütunları ağac gövdələrinə, tağları isə bitki yarpaqlarına bənzədib. Gaudi bu layihəni ömrünün ən böyük işi hesab edirdi və son illərində demək olar ki, bütün vaxtını ona həsr etmişdi. Müqəddəs Ailə Kilsəsi Latın xaçı planı üzərində qurulub. Layihəyə görə burada 18 güllə olacaq. 12-si həvariləri, 4-ü müjdəçiləri, biri Məryəmi, biri isə İsa Məsihi simvolizə edir. Ən hündür güllə, İsa gülləsi, təxminən 172,5 metr hündürlüyündə olacaq və Barselona dağlarından Monçurikdən 1 metr aşağı qalacaq. Gaudi buna görə insan əsərinin Allah yaradıcılığından yüksək olmaması prinsipinə əməl edirdi. 3 əsas fasad var. Doğum fasadı, İsa Məsihin doğulmasını, əzab fasadı, çarmıxa çəkilməsini, şöhrət fasadı isə insanlığın ilahi şöhrətə qovuşmasını təsvir edir. Bu fasadlar heykəltaraşlıq və rəmzlərlə zəngindir. Daxili hissədə sütunlar meşəni xatırladır. Rəngarəng vitrajlar isə işığı sehirli şəkildə süzür. Gaudi 1926-cı ildə tramvay qəzasında həyatını itirən də kilsənin yalnız bir hissəsi, əsasən doğum fasadı və kripta hazır idi. Onun ölümündən sonra işlər davam etdirildi, lakin İspan vətəndaş müharibəsi zamanı modellərin çoxu məhv oldu. Buna baxmayaraq, Gaudinin qalan eskizləri və kompüter texnologiyaları sayəsində tikinti sürətləndi. Kilsə 1984-cü ildən UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib və hər il milyonlarla turist ziyarət edir. Hazırda 2026-cı ilə olan məlumatlara görə İsa gülləsinin xarici hissəsi tamamlanıb və kilsənin əsas strukturunun 2026-cı ildə bitməsi planlaşdırılır. Bu, Gaudinin ölümünün 100 illiyinə təsadüf edir. Daxili işlər və bəzi detallar isə 2027-2028-ci illərdə davam edəcək. Tikinti yalnız iyanələr və biletlərdən gələn vəsaitlə aparılır. Müqəddəs Ailə Kilsəsi yalnız memarlıq deyil, həm də səbir, inam və yaradıcılığın simvoludur. Gaudi demişdi ki, bu kilsəni Allah tikdirir. Onun orqanik formaları, rəmzləri və işıq oyunu ziyarətçiləri heyran qoyur. Barselonaya gələnlər üçün bu məbəd mütləq görülməli yerdir. Sagrada Familia insanlığın ən böyük memarlıq macəralarından biridir və tamamlandıqdan sonra da 100 illər boyu heyranlıq doğuracaq. Videonu izlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və şərh yazmağı unutmayın.